Bugün də ölkədə ciddi əks səda doğuran jurnalist Rasim Əliyevin döyülməsi nəticəsində ölümü faktı. Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun sədri, jurnalist Rasim Əliyev həmin gün axşam zorakılıq görməsi ilə bağlı jurnalistlərə müsahibə vermişdi. O, sinəsində ağrılarının olduğunu bildirmişdi. Lakin həkimlər hər hansı müdaxilə etməmişdi. Onunla hələ ki yoxlamayırlar, çünki həkim yoxlayırlar, sabahlayacaq. Həkim burada da hal-hazırda Rasim. Burada olmalı. O günün gecəsi isə Rasim Əliyevin halı qəfil pisləşmiş və dünyasını dəyişmişdi. Onun ölümünə səbəb kimi daxili qanaxma göstərilsə də, Rasim Əliyevin yaxınları həkimləri günahlandırmış. Onları zəruri müdaxilə etməməkdə ittiham etmişdilər. Xəstəxanada Rasim Əliyevin müalicəsi, müayinəsi ilə, əməliyyat işi ilə məşğul olan həkimlərin ona qarşı bu qədər, bu dərəcədə səhlənkar, biganə olduğu halda həmin həkimlər, həmin baliçanın, həmin tibb işçiləri məsuliyyətdən demək olar ki, kənarda qaldılar. Hətta onlara heç cinayət maddəsi də, cinayət işi də açılmadı. Obyektiv TV-nin reportyoru Rasim Əliyevin zorakılığa məruz qalmasına səbəb onun futbolçu Cavid Hüseynovu tənqid etməsi olmuşdu. Ondan soruşur ki, nəyə görə bayrağı, Türk bayrağını qaldırmışsınız? O da əl hərəkətləri göstərir və xəbər də ondan ibarət ki, Cavid Hüseynov xarici jurnalistə qarşı əxlaqsız hərəkət göstərir əli ilə. Why you celebrate the Turkey flag? Turkish my friend. What is it? Mən də bu videonu öz səhifəmdə paylaşdım və belə bir status yazdım ki, əgər belə bu cür tərbiyəsiz idmançını mən bizi Avropa meydanlarında təmsil etməyini istəmirəm. Bu hadisədən sonra isə futbolçunun qohumları Rasim Əliyevlə əlaqə saxlamış və ona zorakılıq göstərmişdilər. Jurnalist hadisədən dərhal sonra Semaşka xəstəxanasına getmişdi. Onun ölümü hələ də müəmmalı olaraq qalır. Rasim Əliyev yaşadığı dövrdə bir çox etiraz aksiyasını və sosial problemi işıqlandıran reportyor kimi xatırlanır. Prinsiplər, azad prinsiplər, sadiq olan jurnalistlər çox azdır və onlardan biri Rasim Əliyev. Və bu itki burada deyildi. Bu bitki təsadüfi bir şey deyil. Bu Azərbaycanda aparılan, uzun müddət aparılan azad jurnalistikə qarşı siyasətin, baskı siyasətin bir nəticəsidir. Və bu gün bizim aramızda nə mətbuat şurası var? Varmı burada mətbuat şurasının nümayəndəsi? Yoxdur. Prezident administrasiyasından varsa kimsə? Yoxdur. Futbolçu Cavid Hüseynov isə cinayətin gizlədilməsində ittiham olunmuş. Barəsində 4 il həbs qərarı verilmişdi. Hüseynov 1 il 2 ay sonra həbsdən azad edilib.